Zəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının aktyoru, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Asitej Azərbaycan Milli Mərkəzinin təsis etdiyi Sima mükafatının laureatı Ramil Məmmədov. Ramil Şamiloğlu Məmmədov 30 may 1987-ci ildə Bakıda anadan olmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və Kino Aktyoru fakültəsini bitirib. 2010-cu ildə Zəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. 2013-cü ilin yanvar ayından Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2024-cü ildə prezident mükafatına layiq görülmüşdür. 1994-2005-ci illərdə Suraxanı rayonu 114 saylı orta məktəbdə təhsil alıb. Ramil Şamiloğlu Məmmədov milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə təltif edilmişdir. 2023-cü ildə Azərbaycan teatrının 150 illik yubileyi çərçivəsində Azərbaycan Teatrı forumunda iştirak etmişdir.